Herkese salam olsun değerli izleyiciler. Her birinizi Ramazan ayı münasibətilə təbrik edirəm. Bugün mən iftar üçün sizlərə tərəvəz sunu hazırlayacağım. Tərəvəzi indi soğana əlavə edirik. Tuz, pul biber, dəfnə yarpağı, qarışdırırıq qəşəng. Bax, supun rəngi belə şəffaf olmalıdır, şəffaf. Qara toz biber getmir. Qara toz bibersə qapqara olasıdır rəngi. Bax, bu cür qəşəng. Qırmızı yağını sarımtıl. Bəh. Artıq supumuz hazırdır. İndi bir qap çəkib dadına baxaq. Tərəvəzləri qəşəng. Yemeğimiz hazırdır. Bugün pişirdiğimiz tərəvəz supu. Həqiqətən çox dadlı alınıb. Yəni biz bunu əsasən iftar yeməklərinə pişiririk. Yəni dadını dadmaq istəsəz, Tolerans restorana gəlib dadını dada bilərsiniz. Oruç tutan hər kəs göz haqqını halal etsin. Sağ olun. İftarda gözləyirik.